Hər vaxtınız xeyirli olsun. Hardayam? Öz yaşadığım binada yeni yasamalda 77 nömrəli avtobus xəttinin üzərində yerləşən möhtəşəm 20 mərtəbəli yeni tikili binadan salamlayıram sizləri. Yeni bir mənzildən dəyərli izləyicilərimiz. Mənzilimizin ümumi sahəsi 110 kvadrat metr sahədən ibarətdir. Qanuni 3 otaqdır. Gəlin mənzillə ətraflı tanış olaq və sonda sizə məlumatlar verəcəm inşallah. Bura mənzilimizin giriş qapısı. Giriş qapısından sol tərəfdə boydan boya yığılmış qardirob, kifayət qədər sahəsi olan dəhliz bölməmiz və geniş qonaq otağımızla salamlayırıq sizləri. Bura mənzilimizin geniş şəkildə gördüyünüz qonaq otağıdır. İşıqlı bir mənzildir. Skvaznon yelçəkən proyektə malikdir dəyərli izləyicilərimiz. Qonaq otağından eyvana birbaşa keçidimiz var. Eyvanlarda və pəncərə qabaqlarında raşotkalar quraşdırılıb dəyərli izləyicilərimiz. Gəlin mənzilin yataq otaqları ilə sizləri tanış eləyək. 2 yataq otağı və 1 mətbəx bölməmiz var bu mənzildə. Bu mənzilimizin ilk yataq otağı kifayət qədər geniş sahəsi olan və eyvana birbaşa çıxışı olan bir yataq otağıdır. Ətraflı çəkin zəhmət olmasa, onu nəzərinizə çatdırım ki, mənzilimiz %85% əşyalı satılır. Bu yataq otağından birbaşa eyvana keçid var. Nəzərinizə çatdırım, diqqət edin. Qonaq otağından, bu yataq otağından keçid var eyvana. Digər eyvana isə digər yataq otağı və mətbəxdən keçidimiz var. Gəlin zəhmət olmasa, bu mənzilin işıqlı bir yataq otağını çəkəyə təqdim eləyək sizlərə. Bu mənzilimizin digər yataq otağı kifayət qədər sahəsi var. Genişli, işıqlıdır və yelçəkən proyektə malikdir. Buradan da birbaşa eyvana keçidimiz var. Gəlin mənzilin mətbəxi ilə sizləri tanış eləyək. Mətbəxdə mətbəx mebelləri var. Pəncərə önlərində dediyimiz kimi raşotkalar var. Buradan da eyvana birbaşa çıxışımız var. Nəzərinizə çatdırım ki, bu mənzildə pol parketdir dəyərli izləyicilərimiz. Gəlin mənzilin sanitar qovşağı və hamam otaqları ilə sizləri tanış eləyək. Bura mənzilimizin sanitar qovşağı ayrı-ayrıdır. Nəzərinizə çatdırım. Bu sanitar qovşağıdır. Bu isə hamam otağımızdır. Hamam otağımızın da kifayət qədər sahəsi var. Genişdir doğrudan da. Lazımi aksesuarlarla da təchiz olunub dəyərli izləyicilərim. Gəlin ardımca sizlərə ətraflı məlumat verəcəm. Deməli, yeni yasamalda 77 nömrəli avtobus xəttinin üzərində 20 mərtəbəli binanın 8-ci mərtəbəsində orta mərtəbə, orta blok, yelçəkən proyekt və təmiri qaydasında olan bir mənzildir. Sənədlər tam şəkildə qaydasındadır. Kupça çıxarış var. Alan adam birbaşa notarial qaydada öz adına keçirə bilər. Deməli, 110 kvadrat metr sahəyə malikdir. Qanuni 3 otaqdan ibarətdir. Başqa nə qaldı? Gəl al. Allah xeyrinizi versin inşallah. Qiyməti isə startlı qiymət 208.000 manat təşkil edir. Real alıcıya yenə də endirim olacaq inşallah. Allah alana da satana da xeyir versin inşallah. Sağ olun, salamat qalın.